Salam, hər vaxtınız xeyir. Mən məntiq fənni üzrə təlimçi Simran Süleymanov. Bu günləri məntiq fənnindən əsas mövzulardan olan ardıcıllıq mövzusunu izah edəcəm. Məntiq fənninin əsas mövzuları dedikdə ardıcıllıq, cədvəllər, rebus, qeyri-aşkar operatorlar, riyazi şifrələmə, şifrələrin özü ümumilikdə, analogiya, anaqram. Əsas mövzular bunlardır. Məntiqi bu mövzularsız düşünmək olmaz. Deməli, ardıcıllıqda İlk öncə sualdan bacardığımız qədər kənara çəkilməliyik. Suala yaxın hədlərdən baxsaq, tapmağımız çətin olacaq. Sual əvvəldə verilib sonlardan axtarmağa çalışırıq. Sonda bir ardıcıllıq axtarmağa çalışırıq. Ortada verilib ya əvvəldən, ya sondan. Heç tapa bilməyəndə variantı qoyun, görün hansı variantda ardıcıllığı tamamlaya bilirsiniz. BB və AC kateqoriyasında qapalı tipdədir suallarınız, variant olacaq qarşınızda. BA kateqoriyasında isə açıq sual formasında düşə bilər. Çox vaxt açıq sual formasında düşür. Onda siz ardıcılığı tapmalısınız. Amma BB-də, AC-də görürüz ardıcılığı tapa bilmirsiniz, variantları götürün qoyun. Misal üçün 16-nı götürün, yazın. Görün hardasa uyğunluq gəlir, hansısa bir ardıcılığı tapa bilirsiniz. Əgər ardıcılığı tapa bilməsəz, görürsünüz süjet çox qarışıqdır, həll üsulu çox qarışıq gedir. Tapa bilmirsiniz. İlk öncə başlayanda hədlər arasında olan artımı, azalmanı qeyd edirsiniz. Hər şey gözünüzün qarşısında olsun. Qeydlərinizi aparın. İmtahan həyəcanından hər şey yaddan çıxa bilər. Toplamanın yerinə vurmaya da bilərsiniz, vurmanın yerinə çıxmaya da bilərsiniz. Həyəcandan hər şeyi unuda bilərsiniz, qarışdıra bilərsiniz. Ona görə nə etmək lazımdır? Hədlər arasında olan artımı, azalmanı yazmaq lazımdır. Misal üçün, 2-dən 4-ə mən necə gələ bilərəm? Ya 2 gələrəm üzərinə, ya da 2-yə vuraram. 4-dən 6-ya deyirəm ki, 2 gələcəm. Sadə yolla. Ola bilər ki, 2-yə vurur 2 çıxır hər dəfə. 2-yə vurur 3 çıxır, nə bilim 3-ə vurur 4 çıxır. Bu qayda da ola bilər. Amma ən sadə yolla necədir? Üzərinə 2 gələcək. Sonra üzərinə 4 gəlir. Deyək ki, burada da plus 2-dir. Sonra üzərinə 6 gəlir. Qarışdırdı axı 2, 2, sonra 4, 6, hətta sonra 10 olur. Qarışdırdı burada. Sonra biz burada növbətdə nəyə baxmalıyıq? Əgər hədlər arasında, artma arasında bir əlaqə yoxdursa, baxırıq Fibonacci ardıcıllığına. Fibonacci ardıcıllığı nədir? Fibonacci ardıcıllığı özündən əvvəlki hədlərin cəmi deməkdir. Fibonacci-nin tam ətraflı şəkildə biz sınıq pilləkənlərdə keçəcəyik. Burada isə bilməli olduğunuz odur ki, özündən əvvəlki hədlərin cəmi. Misal üçün, 2 ilə 4-ün cəmi 6, 4 ilə 6-nın cəmi 10, 6 ilə 10-un cəmi 16, 10 ilə 16-nın cəmi 26, 16 ilə 26-nın cəmi 42. Deməli, sual işarəsi bizə 26 ilə 42-nin cəmini verəcəkdir. Variantımız olacaq A variantı. Sonra, baxaq 4 nömrəli testimizə. 4 nömrəli testdə 1-dən 1 alıb, sonra 2, 6, 24, 120. 24-dən 120-yə toplama ilə gəlməz. Toplama ilə gəlsə əgər 6-dan 24-ə 18 artıbsa 24-dən 120-yə 96 artıb. Çox böyükdür. Artım çox böyükdür. Yəni hər hansısa bir toplama ardıcıllığına biz baxa bilmirik. Nə edirik? Vurmaya baxırıq. 24-ü 5-ə vururuq. 6-nı 4-ə vururuq. Vurulsun 4. 2-ni vur 3 yazırıq. Vur 2, vurulsun 1. 1, 2, 3, 4, 5. Növbətdə nə olmalı? Məntiqlə götürsək. Vurulsun 6 olacaq. 120-ni də 6-ya vurduq. 720. Variantımız da var. Sonra əsas qaydalardan 6 nömrəli test. Ardıcıllıq 3 eyni hədlə başlayırsa üçlü ardıcıllıq olacaq. Üçlü ardıcıllıq nə deməkdir? Üçlü ardıcıllıq ya 2 ötürüb 1 baxırıq. 3 dənə ayrı-ayrı ardıcıllığımız var, yəni bizim sualdan sonraya gedir. Bir daha 2-dən 4-ə, 4-dən 16-ya, 16-dan 256-ya, 256-dan da növbəti ədəd və bir də 2-dən 4-ə, 4-dən 8-ə, 8-dən suala. 3 dənə ayrılıqda ardıcıllığımız var.
Və bir də üçlü ardıcıllıq ola bilər ki, hədlər arasında dəyişmə plus 2 vur 4 minus 3. Bu qaydada 3 dənə ayrı-ayrı ardıcıllıq təkrar olunur. Məsələn, misal üçün 7-ci testin üzərində yazıram. Ola bilər ki, plus 2 vur 3 minus 4. Yenə 3 dənə ardıcıllıq bitdi. Yenə başlayır plus 2 vur 3 minus 4. Buna da üçlü ardıcıllıq deyirik. Ola bilər 6 nömrəli testdə qeyd etdiyim kimi 2 ötürüb 1 baxır. Ola bilər 3 dənə başqa həll üsulu olur. 3 dənə ardıcıllıq olur. Baxaq indi bura. Qırmızı xətlə qeyd elədiklərim. 2, 4, 6, 8. Növbəti nə olacaq? 2, 4, 6, 8, 10 olacaq. 10 mənə lazım deyil. Sualdan sonrakı həddir 10. Göylə qeyd elədiyimiz necədir? 2, 4, 16, 256 kvadratlardır. 2-nin kvadratı 4, 4-ün kvadratı 16, 16-nın kvadratı 256. Burada da bizə 256-nın kvadratı lazımdır. Yəni bizim axtardığımız ədəd o deyil. Bizim axtardığımız yaşlı rənglə qeyd elədiyim ardıcıllıqdır. 2, 4, 8 2-yə vurma ilə artır. 2, 4, 8 növbəti də 16 olacaq. Deməli bizim cavabımız olur B variantı. Sonra qeyri-aşırı operatorlarda bildirmişdim. Qışqıran ədədləri bilmək lazımdır. Yəni kvadrat kub ədədləri. Niyə? Çünki mən harda görsəm onları nəyin kvadratı, nəyin kubu olduğunu qeyd etməliyəm. Baxıram ki, 121 11-in kvadratıdır. 16 4-ün. 49 7-nin. 169 isə 13-ün kvadratıdır. Gəlirəm bura bir dənə sürpriz. 92 kvadrat ədəd deyil. Deməli, nə etmək lazımdır? 92-dən 11-i almağa çalışmalıyam ki, kvadrata yüksəldim 121 olsun. 92-dən 121 alınmayacaq. 92-dən 11 almağa çalışırıq. Kvadratı 121. 121-dən 4 almağa çalışırıq. Kvadratı 16. 16-dan 7-ni almağa çalışırıq. Düşün, test məlumdur. Həll üsulu məlumdur. 9 ilə 2-ni toplayırıq 11, kvadratı 121. 121-in rəqəmlərini toplayırıq 4, kvadratı 16. 49-un rəqəmlərini toplayırıq 13, kvadratı 169. 169-un rəqəmlərini toplayırıq 16, kvadratı da bizə verir 256. Sonra baxaq 8 nömrəli testimizə. 8 nömrəli testdə görürük ki, 1-dən 3-ə gəlmək üçün üzərinə 2 də gələ bilər, 3-ə də vura bilər. Dəqiq deyil. 3-dən 6-ya gəlmək üçün 3 də gələ bilər, 2-yə də vura bilər. Bu da dəqiq deyil. Hələ ki, ən çox istifadə olunan həll üsullarıdır. 3 gəlir, 4 gəlir. Çox böyük ədədin toplanması deyil də, kiçik ədədlərin toplanması çox vaxtda istifadə olunur. 2, 3, 4. Bunları toplamaq, vurmaq çox istifadə olunur. Ona görə mən hələ dəqiq bilmirəm. Keçirim 6-dan 18-ə. Burada deyək ki, 3 vurdu. Sonra vurma yoxdur axı. 18-dən 21-ə plus 3-dür. Sonra yenə vurulsun 3-dür. Deməli, bir dəfə vur 3, bir dəfə plus 3. Vur 3, plus 3. Plus 3, vur 3. Bu qayda davam edir. Deməli, bizə plus 3 lazımdır. 66. Sonra keçək 10 və 11 nömrəli testimizə. Bunların ikisi 1-dir. Niyə? Çünki hər ikisində ardıcıllıq bir dəfə artır, bir dəfə azalır. Bir dəfə artır, bir dəfə azalır. Deməli, 11 nömrəli testimizdə də ardıcıllığımız artır, azalır, artır, azalır. Əgər biz burada artma ardıcıllığını ayrılıqda, azalmanı ayrılıqda tapa biliriksə, toplama çıxma olacaqdır. 46, 36, 26 ancaq 10 çıxır. 57-dən 67-yə. 67-dən də olacaq 477. Bu isə toplama ardıcıllığıdır. Burada ancaq plus minus olacaq. Necə? Plus deməli 46-dan 51-ə 11 minus 21. Plus 31 minus 41 plus 51 olacaq. Yəni ancaq plus minus, plus minus. Yox, əgər mən orada ayrılıqda 3-dən 1-ə, azalmanı ayrılıqda, artmanı ayrılıqda tapa bilmirəmsə, 3-dən 1-ə, 1-dən 5-də 3-ə, 5-dən 3-ə, 3-dən 5-də 13-ə. Bir uyğunluq olmadı axı. Onda deməli, ya vurma ilə çıxma olacaq, vurma çıxma, ya da bölmə ilə toplama olacaq.
Vurmada artır, çıxmada azalır. Bölmədə azalır, toplamada çoxalır. Yəni birində artır, birində azalır. Mən onu qarışıqdır deyə bir dəfə vurma, bir dəfə çıxma, bir dəfə bölmə, bir dəfə toplama. Bunlar qarışıqdır, qarışıq olduğu üçün mən ayrı-ayrı tapa bilmirəm bunları. Deməli, baxaq, 5-dən 3-ə bölmə ilə, vurma ilə, toplama ilə, çıxma ilə hansı olacaqdır? 5-dən 3-ə toplama ilə, plus 2. 5-dən 1-ə bölmə ilə, bölünsün 5. Plus 3, böl 5. Plus 3 nə idi? 2. Plus 2. 5'in üzerine 2 gələndə 2 tam 5'də 3. 2 tam 5'də 3 də düzgün olmayan kəsrə çevirsək 2 tam 5'də 3. 2-ni məxrəcə vururuq, surəti üzərinə gəlirik. 10, üzərinə də 3 gəldik, 13. 5'də 13. Sonra bunu bir dəfə də 5'ə bölməliyik axı. Bölünsün 5 yazırıq. Kəsirlərin bölmə qaydası necə olacaq? Kəsirlərin bölmə qaydasında əsas birinci kəsir qalır yerində, ikinci kəsirin tərsinə vururuq. 5'də 1'ə vururuq. Vurulma qaydası. Məxrəc məxrəcə vurulur, surət surətə vurulur. Cavabımız olur 25'te 13. Sonra keçirik 14 nömrəli testimizə. 14 nömrəli testi necə olacaq? Əgər ardıcıllığın ortasında, əvvəlində, sonunda fərqi yoxdur. Qoşa 0 varsa, bir tərəfdə ancaq müsbət, digər tərəfində mənfi ədədlər olursa, qoşa 0 olduğu yer vurmadır. Neçəyəsə vururuq, bilmir yəni. Bundan əvvəldə ya toplamadı, ya çıxmadı. 8'den 0 olmaq üçün minus 8 olacaq. Minus 8'i görən kimi gətirib bura 8'i yapışdırmayın. Hələ toplamanı da görək neçə olacaq. Aha, burada plus 8'dir. Vur 8. Minus 8. Deməli, bura vur 8 olacaq. Burada vurmanın 8 olduğunu bildik. Bir dəfə də ola bilər ki, minus 8 vur 5 olur. Minus 8 yenə vurulsun 8. Mənfi 8 də 8'ə vurduq, mənfi 64. Sonra 16 nömrəli testə gələk. Ardıcıllığın sonunda 2, 3 sual işarəsi olarsa, 2 sual işarəsi varsa, ya ikili ardıcıllıqlı, ya üçlü ardıcıllıqlı. İkili, üçlü ardıcıllığı izah elədim bayaqlar. Ya 3 dənə, 2 ötürüb 1 baxırıq, 3 dənə ardıcıllıq, ya da plus 2, minus 3 vur 4. Bu qaydada 3 dənə başqa bir həll üsulu. Baxaq görək hansında o alınır. 1-dən 2-yə, 2-dən 6-ya, 6-dan 9-a, 9-dan yenə 6-ya, 6-dan 12-yə bir ardıcıllıq getmir. Qatdı qarışdırdı. 2 ötürüb 1 baxaq. Görək necə alınır. 1-dən 4-ə, 4-dən 9-a, 9-dan 16-ya, 16-dan ikinci suala. Necə olacaq? 1-in kvadratı, 2-nin kvadratı, 3-ün kvadratı, 4-ün kvadratı. Burada 5-in kvadratı lazım bizə. 25. Əla. Sonra keçək növbəti ardıcıllığa. 3-dən 6-ya, 6-dan 9-a, 9-dan 12-yə, 12-dən 25-dən sonraya gedir. Deməli, bunlar necə artdı? 3, 6, 9, 12, 3, 3 artır. Bu da olacaq 15. Bizə bu lazım deyil. 25 ilə 15 bizə lazım deyil. Bizə birinci sual işarəsi lazımdır. Baxaq ora, yaşılla da onu qeyd eləyək. 2-dən 4-ə, 4-dən 6-ya, 6-dan suala. 2, 4, 6, 2, 2 artır. Burada olacaq 8. Bizə lazımdır 8 ilə 25. Yəni C variantı. Sonra keçək deməli 22 nömrəli testə. Az öncə izah eləmişdik. 4, 16, 7, 49, 13, 169. Bunlar kvadratlardır. Bəs yaxşı, 4-dən 16-nı alıb, 16-dan 7-ni necə alır? 16-dan 7 almaq üçün 1-in altını toplayır. 7-dən 49, 49, 13 almaq üçün 4-lə 9-u toplayır. 169 sual işarəsini almaq üçün toplayacaq. Kvadrata yüksəltməyəcəklər. Toplayıb birinci yazır, sonrakında kvadrata yüksəldir. Deməli, bu da oldu 16. Bura 16 yazacaq. İkinci sual işarəsi versəydi, onda mən 256-nı seçərdim. Bir dənə sual işarəsi olduğu üçün növbəti olacaq 16. Sonra keçirik deməli növbəti 31 nömrəli testə. Burada necə olacaqdır? 94, 25, 15, 20, 10 qatıb qarışdırıbdır. Ya ikili arıcılıq yoxdur, ya üçlü arıcılıq yoxdur. Heç cürə tapmaq mümkün olmur. 9-dan 4-ü çıxırıq 5.
Vururuq 5-ə 25. 5 ilə 2-nin fərqi 3, vururuq 5-ə 15. 1 ilə 5-in fərqi 4, vururuq 5-ə 20. 2 ilə 0-ın fərqi 2, vururuq 5-ə 10. 1 ilə 0-ın fərqi 1, vurduq 5-ə 5. Şu. Sonra baxaq 35 nömrəli testə. 7-dən 11-ə, 11-dən 25-ə, 25-dən 47-yə, 47-dən 97-yə, 97-dən də suala. Deməli necə olacaqdı? 7-dən 11-i almaq üçün 2-yə vurub 3 gələrik. 2-yə vurub 3 çıxarıq. Vurulsun 2 minus 3. 20, 11-dən 25 almaq üçün vurur 2 plus 3. Sonra yenə vur 2 minus 3. Vur 2 plus 3. Bizə deməli lazımdır vur 2 minus 3. 2-yə vurub 3 çıxacaq. 2-yə vurduq 194, 3 də çıxdı 191. Sonra boşa 0 var. Deməli bura vurmadır. Bundan əvvəlki minus 2-dir. Bundan sonra da minus 2 olacaq. 5-dən 2-dən 10 alınması üçün vur 5-dir. Deməli bura vur 5 olmalı idi. Minus 2 vurulsun 5. 5-i də vurduq mənfi 60. Sonra baxaq, deməli bir də burada diqqətli olun kvadrat ədədlərə, yəni qışqıran ədədlərə yaxın ədədlər olur. Qışqıran ədədlərə yaxın ədədlər, misal üçün 42 nömrəli testdə olduğu kimi. 0, 7, 26, 63, 124. 0-ı bir kənara atdıq. 7, 26, 63, 124. Bunlar kublara yaxın ədədlərdir. Yəni 3-ün 2-nin kubundan 1 çıxır. 3-ün kubundan 1 çıxır. 4-ün kubundan 1 çıxır. 5-in kubundan 1 çıxır. Bu da 1-in kubundan 1 çıxıbdır, 0 alıbdır. Bizə də burada lazımdır 6-nın kubundan 1 çıxmaq. 215. Sonra keçək sətir sütun ardıcıllıqlarına. Sətir sütun tipli ardıcıllıqlara. Yəni analoji ardıcıllığın tapılması. Burada şərt verilməyib. Testin bir dənəsində qəbul suallarının birində şərt necə düşür baxaq. 87 nömrəli test misal üçün. İndi qəbul suallarının da bir ikisinin izahını verəcəm sizə. Birinci və ikinci ardıcıllıq arasındakı qanunauyğunluğa əsasən üçüncü ardıcıllıqla bağlı olan dördüncü ardıcılığı müəyyən edin. Dördüncü ardıcılığın tapılmasıdır. Dördüncünün tapılması. Yəni 1 ilə 2 dənə baş veribsə, 3 ilə 4-də də eynisi olacaq. Nə dəyişibsə eyni şey dəyişirik. Deməli, 4, 8, 12, 24, 40, 28 necə olacaqdı? Vur 2 plus 4. Vur 2 plus 4. Burada necə olacaqdı? Plus 4 vur 2. Plus 4 vur 2. Nə dəyişdi? Rəqəmlərin, işarələrin yeri dəyişdi. Rəqəmlərin də yeri dəyişdi. Mən də eyni şeyi burada eləyəcəm. Böl 3 plus 1. Böl 3 plus 1. Burada olacaqdı plus 1 böl 3. Plus 1 böl 3. Və burada sona qədər baxın. Ən sonunuzda gəlir çox vaxtı səhv rəqəm verir. Misal üçün burada plus 1 isə minus 1 ilə verir. Bu da bizə verəcək A variantını. Plus 1 böl 3. Plus 1 böl 3. Sonra baxaq başqa birisinə. Misal üçün 3-ə baxaq. 3 də 7, 4, 12, 15 necə alıbdır? Minus 3, vur 3, plus 3. Burada nə baş veribdir? Minus 5, vur 5, plus 5. Nə dəyişiklik oldu? Minus, vurma, toplama hamısı yerində qaldı. Rəqəm 2 vahid artdı. Mən də işarələri yerində saxlayıb rəqəmi 2 vahid artıracağım. Minus 7, vur 7, plus 7. Deməli 2 vahid artmalıdır. Minus 9, vur 9, plus 9. Deməli 9 çıxdıq, 9-a vurduq, 9 gəldik. A variantı. Sonra biraz qarışıqlarını da izah edəcəm indi sizə. Sonra baxaq misal üçün 37 nömrəli testə. 7 nömrəli testdə baxaq görək nə baş veribdir. 30-dan 36-ya plus 6 minus 1 plus 5 minus 2 plus 4. Toplamlar bir-bir azalır, artır. Çıxmalar bir-bir artır. Görək burada nə baş verib? Minus 6 plus 1. Minus 5 plus 2. Minus 4. Rəqəmlər yerində qalıb. Toplama çıxma olubdur. Çıxmara toplama. Mən də eynisini eləyəcəm. Toplamanı çıxma eləyəcəm. Çıxmanı toplama. Ola bilər ki, toplama çıxma olur. Çıxmanı vurma eləyir. Bəzi testlərdə göstərəcəm. Yəni diqqətli olmaq lazımdır. Nə edibdir?
minus 8, sonra plus 8 minus 2 plus 6, plus 6 minus 4 plus 4. Ben de eynisini eləyəcəm. Minus 8 plus 2 minus 6 plus 4 minus 4. Bu qaydada. Bax görək hansı ödəyir. Deməli eyni olmalıdır. Minus 8 plus 2 minus 6 plus 4 minus 4. Əla. B variantı ödəyir. Eyni qayda. Nə dəyişiklik olub? Eynisini biz də eləyirik. Keçək misal üçün. Başqa birisinə. Məsələn, burada maraqlı. Baxaq 13 nömrəli testə. 13 nömrəli testdə nə baş veribdir? 26-dan 52-yə vurulsun 2, sonra minus 4. Vur 2, minus 4. Bu qayda yazsaq. Düşürük ikinci sətrə. Minus 2, sonra məndə vurma olmalıdır. Axı toplama ilə alındıra bilmərəm. Axı burada minus vurma var. Toplama ilə, vurma ilə çıxma var. Mən də burada çıxma yazmışam, burada vurma olmalıdır. Ondan 32 alınması üçün düzgün olmur axı. Və yaxud da yaza bilirəm plus 22. Bəs sonra 54-dən 32-dən 54-ə plus neçə yazacağam? Düz getmir axı. Deməli, sətr üzrə uyğunluq olmursa, biz baxırıq sütun üzrə. 26-dan 12, 52-dən 10, 48-dən 32. Bu qayda almağa. 2 dəfə 6-nın 12, 5 dəfə 2-nin 10, 4 dəfə 8-in 32, 9 dəfə 6-nın 54, 9 dəfə 2-nin də 18. Deməli, 3 dəfə 6-nın 18, 4 dəfə 0-ın 0, 4 dəfə 6-nın 24, 5 dəfə 4-ün 20, 6 dəfə 4-ün 24. 18, 0, 24, 20, 24. Y variantı. Baxaq misal üçün 9-a. Görək 9-da nə baş veribdir. Böl 3, vur 2. Böl 3, vur 2. Sonra nə edibdir? Vur 3, plus 2. Vur 3, plus 2. Nə dəyişiklik oldu? Rəqəmlər qalıb yerində. Bölmə vurma olub. Vurma toplama olub. Bölməni vurma edirik, vurmanı toplama edirik. Deməli, bölünsün 4, bölünsün 4, vur 3. Böl 4, vur 3. Rəqəmlər yerində qalmalıdır. Vurma, bölmə, toplama, vurma olacaq. Vur 4. Vurma isə toplama olacaq. Plus 3. Vur 4, plus 3. Hansı ödəyir? A variantı ödəyir deyəsən. 44, 47, 188, 191. Yox, bu qaydada. Bunların da ancaq yolu budur. Nə baş veribsə eynisi. Sonra bir də var bizdə ardıcıllıqlarda ardıcıllıq pozan ədədin tapılması. Misal üçün, baxaq. Baxaq, deməli 24 nömrəli testimizə. Biz ardıcıllıqda hansısa bir həddi tapmaq üçün ora sual işarəsi qoyurduq. Biz gedib həmin sual işarəsini tapırdıq. Fokuslanırdıq birbaşa sual işarəsinə ki, görək bura nə yazırıq. Burada isə bilmirəm nə baş veribdir. Hansı sual, hardasa sual işarəsi olmalıdır. Onun yerinə yalandan bir ədəd yazıbdır. Mən həmin ədədi tapmalıyam. Ardıcıllığı necə ala bilirəmsə hamısını yazıram. Hansı rəqəmin yerini dəyişsəm ardıcıllıq tamamlanır, onu araşdırıram. Deməli, 0-dan 7-yə üzərinə 7 gəlir. Sonra plus 5, plus 7, plus 9, plus 11, plus 13. Deməli, bir dənə burada 5, 7, 9, 11, 13 var. Bir dənə bu plus 3 olmalıydı. Plus 3 olması üçün deməli, mənə 0-ın yerinə 4 lazımdır ki, 4, 7, 15 getsin. Deməli, bizdə 0 ardıcıllığı pozur. Nə var? Hamısını yazırıq. Sonra ardıcılığı necə tamamlaya bilərik, onu tapırıq. Misal üçün, başqa birisini baxaq. 27-yə. 11, 18 plus deməli 7 minus 2 plus 7 plus 10 plus 33-dən 46-ya 13 plus 16 plus 19. Deməli 19, 16, 3 azalır. 13, 10, 7. Bura plus 4 olması üçün. Buranın da plus 1 olması üçün. Görək nəyə bilərik? Bura 4 olması üçün 12 olacaq. 18, 12 olmalıdır. Burada 11-in üstünə 1 gəlib 12.
Deməli məndə 18 ardıcıllığı pozur. Verilənlər arasında artımı, azalmanı qeyd edirik. Sonra düzəlişimizi aparırıq. Ən az testlərdə istifadə olunanlardır. BB kateqoriyası ən az düşən test tipidir, arıcılıq tipidir. Birinə də baxaq keçək qəbullarımıza. Görək nə baş verir. Misal üçün, böyük rəqəmlər yazılarsa, 38 tipində olan 175, 393 bu şeyi bizə verməcək. Orada imtahanda bu qədər rəqəmi hesablamağın bir əhəmiyyəti yoxdur. Belə böyük bir rəqəmlər görən kimi indi qəbul sualında göstərəcəm. Ya bunların tərsidir, qışqıran ədədlər olur. Özü ya qışqıran ədəddir, ya tərsinə baxırıq, ya da rəqəmlərini toplayırıq. Yəni bu tip böyük rəqəmlər özlərinin alınmasına baxmayın. Rəqəmlərinə baxın, kvadrat kub ədədi olduğuna baxın. Yoxsa o kvadrat kublara yaxın ədədlərə baxın. Yaxınlıq varmı? 2 çıxıb, 3 çıxıb, 1 çıxıb. Bunlara baxırsınız. Yox, əgər onlar da yoxdursa tez rəqəmləri toplayırsınız. 1, 7, 5 topladıq. 10, 3, 3, 6, 3, 3, 9. Deməli oldu bizdə 15, 1, 6, 9 oldu 16. Sonra 4, 7, 8, 19, 4, 8, 9, 21, 21, 6, 9, 15, 23. Deməli 13, 15, 19, 21, 23. Deməli bura 17 olmalı idi. Tək ədədlər. 169 deməli bizim arıcılığı pozur. İndi keçək qəbullarımıza. Görək qəbulda nə var bu haqda. 88-də qışqıran ədədlər yenə də. 3-dən 9-a, 4-dən 11-ə, 11-dən də suala. Deməli, burada nə baş veribdir? 3-dən 9-a kvadrat, 4-dən 16-ya kvadrat, 11-dən də 121-ə kvadrat. Bəs sonrakılar necə alınıb? 9-dan 5 çıxır 4, 16-dan 5 çıxır 11. 121-i də biz buraya yazsaq, 121-dən də 5 çıxır 116. Şu. Kvadratı 5 çıxır, kvadratı 5 çıxır. Yəni ikili ardıcıllıqdır. İki dənə başqa bir ardıcılığı, iki başqa əməl edirik. Sonra keçək fevral qəbuluna. Fevral qəbulunda görək nə var. Yenə böyük rəqəmlərdir. Böyük rəqəmlərsə dedik ki, nə edirik? Ya rəqəmləri toplayırıq, ya tərsinə baxırıq, ya özünün kvadratına baxırıq. Deməli, baxsaq buna 169 kimi. 169. 691-ə 196. 225. 256. 289. 324. 13-ün kvadratı, 14-ün, 15-in, 16-nın, 17-nin, 18-in bizə 19-un kvadratı lazımdır. 19-un kvadratı 361, tərsiz olacaq 163. 361 rəqəmini götürmüşüz orada. Deməli, burada başqa bizə ardıcıllıqdan düşən test tipi yoxdur. Keçək mart qəbuluna. Görək mart qəbulundan bayaq göstərdiyim 87-yə baxaq deməli. 52-dən 54-ə. Plus 2 minus 3. Plus 2 minus 3. Plus 2. Aşağıda nə baş veribdir? Minus 3 plus 2. Minus 3 plus 2. Minus 3. Deməli yerləri dəyişir. Mən də aşağıda nə olsa onun yerini dəyişəcəm. 32-dən 37-yə plus 5 minus 1. Plus 5 minus 1. Plus 5. Və bunların yeri dəyişəcək. Minus 1 plus 5. Minus 1 plus 5 minus 1 olacaq. Son dərəcə diqqətli olmaq lazımdır burada. Deməli, baxaq. B variantında. Minus 1 plus 5. Minus 1 plus 5. Minus 1 deyil. Baxın, burada plus 1'dir. Zıt olduğu üçün bizim ardıcılığı pozur. Deməli, B variantı bizim variant deyil. Diqqətli olmaq lazımdır. Minus 1 plus 5. Minus 1 plus 5. Minus 1. Deməli, C variantı bizə uyğun variant. Buradan sonra ardıcıllıq. İşte burada ardıcıllıq da olmalıydı. Səhv eləmirəmsə. Baxaq. Mart qəbul biraz aşağıdadır. Aha. Ardıcıllığın sonunda 2 dənə sual işarəsi var. Dedik ki, 2 sual işarəsi varsa ikili ardıcıllıq, üçlü ardıcıllıq. Ya 1, 12, 12, 33 bu qaydada, ya da üçlü ardıcıllıq olarsa 1-dən 9-a, 9-dan 33-ə, 33-dən ikinci suala bu qaydada.
Bunların heç birində bir uyğunluq yoxdur. Və yaxud da 3 dənə, 2 dənə fərqli əməl edirik. Plus 3 vur 3 minus 3. Plus 3 vur 3 minus 3. Deməli, plus 3 vur 3 minus 3. Plus 3 minus 3 vur 3 minus 3. 3 dənə fərqli əməl edirik. Yəni 3 ardıcıllıqdır. Plus 3 vur 3 minus 3. 36-nı 3-ə vurduq. 108. 108-dən də 3 çıxdı 105. Deməli, bizim cavablarımız 108 və 105. A variantı. Sonuncu dəfədə baxaq, deməli, aprel qəbuluna görək burada nə var. Yenə bizdə 74 nömrəli testin cavabı, testin həlli sətir sütun ardıcıllığıdır, yəni dördüncü ardıcılığın tapılmasıdır. Bunu həll eləyirsiniz özünüz, bildirdiyim kimi, dediyim qaydalarla həll eləyib, cavabını qeyd eləyərsiniz. Baxacam kimin cavabı düzdür, qeyd eləyəcəm mən də. Düzgün cavabları qeyd eləyəcəm. Deməli, baxaq biz 77-yə. Görək 77 nömrəli testin həlli necə olacaqdır. Sualdan dedik ki, bacardığımız qədər kənara çəkilməliyik. 7, 25, 105, 31. Bu qaydada gedək. 7-dən 25 alınmır. 7-dən 25 alınması üçün nə etməliyəm? 3-ə vurub üzərinə 4 gələrəm. Vur 3 plus 4. 25-dən 105-in alınması üçün vur 4 plus 5. 105-dən 531-in vur 5. 5-ə vurub üzərinə 6 gələr. Deməli, 3-ə vurur, 4-ə vurur, 5-ə vurur. Burada deməli 2-yə vurmalıdır. Vur 2, 4, 5, 6 üzərinə gəlirsə, burada da 3 gəlməlidir. Plus 3. 2-yə vurub 3 gələndə 7 alınması üçün mənə sualın yerinə 2 olmalıdır. 0-da da vur 1 plus 2 olacaq. 1-ə vuranda 0, üzərində 2 gələndə 2. Deməli, bizim sualın yerində olmalıdır. B variantı. Bu qədər. Gələn videolarda görüşmək ümidi ilə. Nəsə də sualınız yaranarsa, başa düşmədiyiniz bir yer olarsa, hissə olarsa, videonun açıqlama qismində nömrəni qeyd edəcəm. Nömrəyə yazırsınız, qrup əlavə eləyirəm. Qrupda suallarınızı verirsiniz. Şəxsidə suallarınızı verirsiniz. Bu qədər. Sağ olun, özünüzdən müayət olun.